Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50% təşkil edir. Proqramın icrası nəticəsində bu 95%-ə çatdırılmalıdır. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair dövlət proqramına həsr olunan müşavirədəki çıxışı zamanı bildirib. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür. Çox ciddi problemlər yaşanır. Düzdür, bu təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun üçün çox böyük faydası olacaq. Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm ki, vaxt gəlib çatıb ki, geniş miqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bakı və Abşeron yarımadasında uzun illər mövcud olan içməli su probleminin həlli üçün 2035-ci ilə qədər icra olunacaq geniş miqyaslı dövlət proqramı hazırlanıb. Proqram Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsini əhatə edəcək. Dövlət büdcəsi və xarici kreditlər hesabına maliyyələşdiriləcək. Layihə çərçivəsində 30-a yaxın yeni su anbarının tikintisi, 200 kilometrdən çox magistral və paylayıcı su xəttlərinin qurulması, sayğaclaşdırmanın 100%-ə çatdırılması nəzərdə tutulur. Nəticədə fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı 70%-dən 95%-ə yüksələcək.